Tarixi hafizə danmaqla aradan getmir, inkarla aradan getmir. Əzizlər, bu son günlərdə səltənət tələbləri konferanslar bir modu salıblar ki, iddia olunan 25 min nəfər və minlər Azərbaycanlı ki, Pəhləvi Əli ilə qətl amı olubdur. Onların bir neçəsinin adını deyin. Bu kitabın adı Hökuməti Milli Azərbaycan, Əziz Hüseyn Əlizadənin çalışması ilə, meydanlı çalışması ilə 500 səhifəyə yaxınlıq bir kitabdır. Bu kitabdan fəqət mən bir qısaca ki, neçə yüz nəfər edam olanın adı var, oxuyuram sizin üçün. Burada bu kitabda gördüyünüz bu əsami Sərabın 24 nəfər müttəhəminin edam olduğu adamların adıdır ki, bir sırası. Əjdər Fərzəndi Rəhman, Şöhrət Şafi, Məhəmməd Bəşir Bəşiri, Məhmud İsmail Çəngi, Əli Məhəmməd Xankeşi Dəstanbuz, Mir Məhəmməd Hüseyn Mir İsmail Məhmudi, İsmail Qələndər Umrani, İsmail Məhmud İbrahimi, Məhəmməd Kazım Dejliqa, Əli Həzrətquli Mehdi Cəlali, Məhəmməd Əbdullah Namuzi, Yəhya Məmi Sərabi, Məhərrəm Ebi Səttari, Əli Xanəli Fədai, Kərim Hüseyn Bəzvi və 24 nəfərin adı var. Necə də edam ediblər, bu sənədləri var, namələrində şumarələr var. Qabaq səfərdə Şəhbani namə yazıbdır. Bir dənə gəlirəm, burada beyx calıbdır, tapdım. Bir dənə Mərəndin Hecavan kəndində eşitmişdik, 6 nəfəri edam ediblər, adlarını bilməzdik. Bu da o 6 nəfəri ki, Hecavanlıları ki, harada edam ediblər, nə cür edam ediblər. Baxın, dadı qaxsız aparıblar, dərman dibində bunları edam ediblər. Dərman darısında. Şəkur Xodniqar Fərzəndi Kərbəlayı Nəzər, Məcid Şəfii, Vəli Məhəmməd Əliluy, Əli Məhəmməd Şir Məhəmmədi, Aqar Rza Abidini, Nəcəf Abidini Fərzənd